Bu günləri 66-cı sünnə əməllərdən qəbirləri ziyarət etməkdir. Bilin ki, dəyərli qardaşlarım, qəbirləri ziyarət etməyin faydası böyükdür möminə. Ümumiyyətlə, yəni müsəlman çalışmalıdır ki, özü yaxınlarının qəbirlərini tez-tez ziyarət etsin. Əgər yaxınlarımızı itirilmişiksə, onların qəbirlərini ziyarət etmək. Çünki Peyğəmbər s.ə.v öz anasının qəbrini ziyarət etmək üçün Allah Taala'dan izin istədi. Və Allah Subhanahu wa Taala ona izin verdi. Ona görə biz də öz yaxınlarımızın qəbirlərini ziyarət etməliyik. Və qəbir ziyarəti insanın imanını artıran ən böyük səbəblərdən biridir. Ən böyük səbəblərdən biridir. Çünki Peyğəmbər s.ə.v də buyurub ki, qəbirləri ziyarət edin, ölümü xatırlayır. Həqiqətən də qəbir ziyarəti insana ölümü xatırlayır. Ona görə də Allah Rasulü öz sahabələrinə, İslamın ilk əvvəllərində bunu qadağan etdiyi halda sonradan onlara icazə verir. Sonradan onlara bu ziyarətləri icazə verir. Ona görə də qardaşlarım, yəni qəbir ziyarətləri etmək sünnədə bəli gəlir və bunları etmək Peyğəmbər s.ə.v-in sünnəsidir.